Deyirəm nə yaxşı neçə vaxtdan sonra sən üçümüzü də bir ara yığdın Qardaşım, bax, bu ölsün. Xəngəllərdə bu 3-4 çıxan kimi yadıma siz düşdünüz. Dedim 35 manat 90 qəpik idi də. Adama bax bir dənə yayma xəngəl. 6 dənə qızarmış güzlü xəngəl. 6 dənə qaynanmış güzlü xəngəl. Tuş, sır, adikası, qatqı, hələ müstəlik duşes də var. Yeni. Hə qardaşım, siz deyəm mən əməlli başlı doydum ehtinasan. Buyurun müəllim hesabınız. Hə, çox sağ ol qardaşım. Nə bağışlayım da əlimi yum gəldi. Doydum, sevirəm də bu uşağı. Mən də sevirəm. Çox qəşəng uşaqdır. Hə, kim deyə bizə belə qonaqlıq verən? Sağ olsun. Bağışlayın, hesab ödəmirsiniz? Qardaş gedib əllərini yumağa, indi gəlib ödəyəcək. Yaxşı, gözləyək. Bu harda qaldı deyəsən bizi aldatdı. Ola bilməz, yaxşı uşaqdır o gələcək. Bu 35 manat 90 qəpiyinə boyda puldu siz ödəmək istəmirsiniz. Nə deyir bu? Hadi sən də 50 ildə ömrümüzə girmisən o hesabla gəlib ödəyəcək də dostumuz, elə uşaq deyil o. Onda skoru çağırın bana, skoru çağır, nəyə baxırsan, hesabsız qalasın.